Salam, hər vaxtınız xeyir. Bugün biz uran məsələlərinin sadə izahına baxacağıq. Biz belə məsələlərdə adətən tənasüb yolunu seçirik. Yəni 1 tonda biz bilirik ki, uran filizi tərkibinə görə çox kasıbdır. 1 tonda 0,2 qram uran olur. Buradan indi bizdə tələb olunur 2 kiloqram. Adətən biz x tona da 2 kiloqram, yəni 2000 qram bu tənasüblə həll edirik. Bunların artıq heç birinə ehtiyac yoxdur. Sadə bir yol, bizdən tələb olunan miqdarı, yəni 2000-i, 2 kiloqramı vururuq 5000-ə, alırıq 10.000. Aldığımız cavab bu tələb olunanla birlikdə olmalıdır, yəni kiloqram. Variantlara baxdıqda görürük 10.000 kiloqram yoxdur, amma ton var, 10 ton. 10.000 kiloqramı tona çevirdikdə edir 10 ton. Yəni bu istisnasız bütün məsələlərdə ödəyir. Yəni başqa bir məsəl. Tutalım bizdən 5 kiloqram uran filizi tələb olunur. Həmən bu 5 kiloqramı sadəcə vururuq 5000-ə. Alırıq 25.000 kiloqram. Yenə də deyirəm, istənilən kiloqramdırsa aldığımız da kiloqram olmalıdır. Variantlarda yoxdursa tona çevirmək mümkündür.